Bizden Size kanalında her birinizi hoş gördük değerli dostlar. Bugün size Xocalı aeroportu etrafında baş veren hadiselerle bağlı vacip məlumatları çatdıracağım. Rusiya ciddi cəhdlə Xocalı aeroportunu ele geçirmeye çalışır. Bununla bağlı görün sülh məramlılar aeroport etrafında neler edirlər ve bu aeroport Rusiya üçün niye bu kadar vacibdir? Videomuzu sona kadar izleyin. Bundan başka belə bir xəbər də yayılıb ki, Paşinyan ve onun tərəfdarları Zəngəzuru Azərbaycana vermeye düşünür. Bununla bağlı görün ermənilər neler danışır. Değerli izleyicilerimiz, yaxın zamanlarda Ermənistan Azərbaycanla elə bir sənəd imzalayacaq ki, yer yerindən oynayacaq. Bu barədə erməni siyasi icmalçı Ambarsum Qabanyan sirləri açıb. Sizə bir xəbərimiz də var. Ermənistan 10 noyabrdan bura Azərbaycana bu qədər kəndi geri qaytarıb. Bununla bağlı şok açıqlamadan xəbər tutacaqsınız. Əziz dostlar, Qarabağla bağlı bu xəbərləri sizə təqdim edən Elçin Aslangildir. Sizə ən son doğru və tərəfsiz məlumatları təqdim edirəm. Hər gün yüklənən videolarımızdan anında xəbər tutmaq üçün kanalımıza abunə olmağınızı rica edirəm. Paşinyan və onun tərəfdarları Zəngəzuru Azərbaycana verməyi düşünür. Bununla bağlı görün ermənilər nələr danışır. Qarabağdan xilas olaq, Türkiyə və Azərbaycanla sərhədləri açıb, yaxşı yaşamağa başlayaq şüarı Zəngəzurdan xilas olub, yaxşı yaşamağa başlayaqla əvəzlənir. Bunu Ermənistanın Siyasi İqtisad Tədqiqatlar İnstitutunun rəhbəri Andranik Tevanyan deyib. Onlar sülhsevər kodları ilə Qarabağa müharibə gətirdikləri kimi Ermənistanla da eyni davranırlar. Aldatma formulu biz sülh istəyirikdir. Təəssüflə qeyd edirəm ki, qərb yönlü adı altında gizlənən türk təbliğatı Ermənistanda güclü çalışır. Xüsusilə türk yönlü tezislər baş nazir və ailəsi, nazirləri, deputatları, oliqarxları vasitəsilə yayılır deyə o bildirib. Değerli izleyicilerimiz, yaxın zamanlarda Ermənistan Azərbaycanla elə bir sənədə imza atacaq ki, yer yerindən oynayacaq. Bu barədə erməni siyasi icmalçı Ambarsum Qabanyan sirləri açıb. Videomuzu sona kadar izleyin. Yaxın zamanlarda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanata qol çəkəcək. Bütün gizli şeylərə gec-tez aydınlıq gətiriləcək. Bu barədə erməni siyasi icmalçı Ambarsum Qabanyan belə yazıb. O deyib, heç vaxt heç kim erməniləri bu qədər sındırmamışdı. Bizi çox pis qırıblar. Biz hazırda fəlakət içindəyik. Ən pisi isə odur ki, sabahın daha da qorxulu ola biləcəyini anlayırıq. İndi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı müzakirə olunur. Beləliklə, Bakı və Moskva Qarabağ məsələsini birdəfəlik bağlayacaqlar deyə erməni ekspert vurğulayıb. Ermənistan 10 noyabrdan bura Azərbaycana bu qədər kəndi geri qaytarıb. Değerli izleyicilerimiz, 44 günlük vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşməni döyüş meydanında darmadağın edən şanlı ordu öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. Ermənistanın məğlubiyyətini əks etdirən 10 noyabr bəyanatından sonra sərhədlərin müəyyən edilməsi nəticəsində yeni ərazilər Azərbaycana təhvil verilir. Mövzu ilə bağlı fikirlərini Konkret Az saytına şərh edən politoloq Əziz Əlibəyli deyir ki, 10 noyabr sazişi əsasında indiyə qədər Azərbaycana 30-dan artıq kənd qaytarılıb. Stat, bunlar Cəbrailin, Qubadlının və Laçının müəyyən kəndləridir ki, döyüş nəticəsində onlar qaytarılmamışdı. Qazağın 7 kəndi və Kərkinin məsələsi ona görə həll olunmalıdır ki, dəhliz problemi öz həllini tapsın. Dəhliz problemi həllini tapdıqdan sonra Qazağın 7 kəndi və digər məsələlər həll olunacaq. Əziz Əlibəylinin sözlərinə görə, demarkasiya nəticəsində Ermənistanın 40 kəndi və Qeqarkunik rayonu Azərbaycanın əskərlərinin nəzarəti altına düşüb. Qeqarkunik rayonu Göyçə gölünün sahillərinə əhatə edir. Bu ərazilər Göyçənin qədim Kəvər elləri dediyimiz bölgələrə aiddir. O bölgələrin Azərbaycanla sərhəd olan hissələrində Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Qubadlı və digər rayonlarda Müdafiə Nazirliyinin və sərhəd qoşunlarının əskərləri döyüş xidməti həyata keçirirlər.
Bu bölgələrdə həm sərhəddin tam şəkildə təmin edilməsi, həm də demarkasiya ilə bağlı yeni sərhədlərin müəyyənləşdirilməsi nəticəsində 40-a yaxın kənd və Geqarkunik şəhəri Azərbaycan əskərinin nişangahı altına düşüb. Dəyərli izləyicilərimiz, Rusiya ciddi cəhdlə Xocalı aeroportunu ələ keçirtməyə çalışır. Bununla bağlı görün sülhməramlılar aeroport ətrafında nələr edirlər və bu aeroport Rusiya üçün niyə bu qədər vacibdir? Videomuzu sona qədər izləyin. Bu barədə sizə geniş məlumatları təqdim edəcəm. Rusiya sülhməramlıları Xocalı aeroportunun açılmasına çalışır. Axaras xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb. Yayılan fotolardan da aydın görünür ki, ətraf ərazilərdə sülhməramlıların yaşaması və yüklərin saxlanılması üçün müvafiq infrastruktur yaradılır. Kontingentin heyəti iş aparılan ərazinin ətrafında blok postlar qurub. Məlumatda bildirilir ki, Rusiya tərəfi Xocalı aeroportunun Moskvadan hərbi yükləri qəbul etmək üçün istifadəyə verilməsinə çalışır. Bununla bağlı üç tərəfli danışıqlar davam etdirilir. Bu barədə bildirmək istərdim ki, əgər belə bir hal baş verərsə, Xocalı aeroportuna nəzarət bütövlükdə Azərbaycana məxsus olmalıdır. Aeroportun işçi heyəti də sözsüz ki, Azərbaycanlılardan təşkil edilməli, daşınan bütün yüklər Azərbaycan tərəfindən ciddi şəkildə yoxlanılmalıdır. Rusiyanın aeroport ətrafında sülhməramlıların yaşaması üçün infrastruktur qurması isə fikrimcə tamamən qanunsuzdur. Qeyd edək ki, erməni tərəfinin yaydığı iddialarla bağlı Müdafiə Nazirliyinə rəsmi sorğu göndərilib. Vacib məlumatı da diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan, Rusiya, Ermənistan rəsmiləri görüşüb. Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin video formatda görüşü keçirilib. Bu barədə xəbəri Sputnik Armeniya yayıb. Bildirilib ki, iclasda Dağlıq Qarabağ və onun ətrafında təhlükəsizlik, həmçinin bölgədə kommunikasiya xəttlərinin açılması məsələləri müzakirə edilib. Görüşün digər detallarından xəbər verilməyib. Çox güman ki, yaxında bu barədə geniş məlumatlar ictimaiyyətə təqdim ediləcək. Əziz izləyicilərimiz, sizə ən son doğru və tərəfsiz məlumatları təqdim etdim. Hər gün yüklənən videolarımızdan anında xəbər tutmaq üçün kanalımıza abunə ola bilərsiniz. Bu videomuzun da sonuna gəldik. İzlədiyiniz üçün şəxsim adına hər birinizə öz minnətdarlığımı bildirirəm. Allaha əmanətsiz.